müəllim, mən Milli. Mən isə Dilli. Biz Azərbaycan uşaqlarını dünyanın istənilən yerində öz dili, tarixi və mədəniyyəti ilə tanış edən bir platformun danışan səsi, döyünən ürəyiyik. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri nəticəsində Azərbaycan dili və milli mənəvi dəyərlərimizin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə xaricdə həftə sonu Azərbaycan məktəblərinin yaradılması da böyük uzaq görənliyin və qayğının bariz təzahürüdür. Lakin həmin məktəblərdə dilimizi və mədəniyyətimizi öyrədən vahid təhsil proqramının və müasir rəqəmsal platformanın tətbiqi də olduqca vacibdir. Müəllifi və rəhbəri olduğum Niderland Krallığında yaranmış Benelux Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyatdan keçən və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən Milli Dilli Rəqəmsal Tədris layihəsində məqsədi məhz elə budur. Çünki bu layihə xaricdə fəaliyyət göstərən həftə sonu Azərbaycan məktəblərində süni intellekt əsasında hazırlanmış Azərbaycan dili, ədəbiyyat, tarix, musiqi və incəsənət dərslərini vahid təhsil proqram əsasında və ən başlıcası müasir rəqəmsal edutainment, yəni həm öyrən, həm əylən tədris üsulu vasitəsilə təqdim edir. Layihənin əsas üstünlüklərindən biri də həmin məktəblərdə çalışan Azərbaycanlı müəllimlərlə sistemli və peşəkar iş mexanizminin qurulmasıdır. Bu video sizə bizimlə necə işləyəcəyinizi izah etmək üçün hazırlanıb. Amma bu sadəcə texniki təlimat deyil. Bu bir yolun başlanğıcıdır. Gəlin bu maraqlı yola birlikdə çıxaq. Çünki siz hər salamda, hər muğamda, hər Cavad xan və ya Natəvan kimdir sualında köklərimizi tanıdacaqsınız. Milli Dilli layihəsi bugünkü xaricdə Azərbaycan dilini öyrənmək istəyən gənclərimizə çox gözəl bir töhfədir. Yəni ona görə ki, burada həm ana dilini öyrənmək, həm qrammatikanı, həm yazılı dili, həm ədəbiyyatımızı, incəsənətimizi, musiqimizi öyrənmək üçün gözəl imkanlar var. Və çox istəyərdik ki, bu layihə gələcəkdə təkmilləşsin və kitab halında Osloda, eyni zamanda digər xarici ölkələrdə olan Azərbaycan evlərinə verilsin və tədris planına salınsın. Beynəlxalq Ana Dili Günü münasibəti ilə bir araya gəldik. Bütün tədbir iştirakçıları üçün bu tədbirdə iştirak eləmək çox xoş oldu. Cənab Prezidentimizin xaricdə ana dilinin öyrənilməsi ilə bağlı tövsiyələrini rəhbər tuturuq və çox sevinirik ki, bu bizim fəaliyyətimizə böyük bir dəstək olacaq. Beynəlxalq Ana Dili gününə həsr olunmuş görüş yaddaşımızda uzun illər yaşayacaq. Orada xüsusilə mənə ən çox təsir edən xaricdə yaşayan o cəfakeş müəllimlərin gözəl işləri oldu. Onlarla ünsiyyətdə olmaq çox gözəl bir təəssürat yaratdı. Bu dilimizin əlbət ki, keşiyində həmişə ayıq və sayıq durmalıyıq. Bu bizim hamımızın borcumuzdur. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Ana Dili gününə həsr olunmuş Zoom konfransında iştirak etmək mənim üçün çox faydalı oldu. Bu görüş bir daha sübut etdi ki, ana dili bizim milli sərvətimizdir. Milli dilimizin qorunması, onun dünyada tanıdılması istiqamətində misilsiz işlər görən Cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevəyə dərin minnətdarlığımı bildirirəm. Məhz Cənab Prezidentin uzaq görən siyasəti və ana dilimizə qarşı qayğısı sayəsində bugün ana dilimiz dünyanın hər yerində uca tutulur. Bu, bütün Azərbaycan xalqı üçün ilham mənbəyidir. Diaspora Komitəsi tərəfindən təşkil olunmuş, ana dilinə həsr olunmuş Zoom konfransında iştirak etdim və bizim üçün bu çox dəyərli və qürur verici idi. Bu kimi təşəbbüs xaricdə yaşayan Azərbaycanlıların dilimizə və mədəniyyətimizə bağını gücləndirir. Azərbaycan Respublikasının prezidenti də xaricdə yaşayan Azərbaycanlıların ana dilini bilməsi və ana dilinə sərbəst danışması ilə bağlı səsləndirdiyi fikirləri soydaşlarımız üçün mühüm bir çağırış idi. Onların fəaliyyəti yeni prioritetlər qoyur. Ana dili günü münasibəti ilə bütün vətənsevərlərimizi təbrik edirik. Eyni zamanda Azərbaycan Respublikasının xarici və mədəni siyasətinə görə Cənab Prezidentimizə təşəkkür edirəm. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin qayğı və dəstəyi ilə Gürcüstanda bir çox təşkilat və mərkəzlər yaradılmış və Azərbaycan dili tədris olunur. O cümlədən Sadaqlı Təhsil və İnteqrasiya Mərkəzində də bu qayğı, bu dəstək hiss olunur
Burada da Azərbaycan dilinin incəlikləri balalara öyrədilir. Beynəlxalq Ana Dili Günü münasibətilə Bakıda tədbir keçirildi. Dünyanın bir çox qabaqcıl müəllimləri, xüsusilə də Azərbaycan dili müəllimləri bu forumda, bu tədbirdə iştirak elədilər. Mən deyərdim ki, ana müqəddəsdir. Ana dili də ana qədər müqəddəsdir. Ona görə də ana dilinin qorunması, inkişafı hər bir ziyalının, o cümlədən müəllimlərin də borcudur. Bir müəllim və bir pedaqoq kimi onu deyə bilərəm ki, belə görüşlərin çox böyük əhəmiyyəti vardır və Azərbaycan dilinin inkişafında müəyyən layihələrin keçirilməsi, məsələn, Milli Dilli layihəsinin keçirilməsi çox təqdirə layiqdir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dilinin qorunub saxlanmasında bir tək dövlətin demək rolu yox, hər bir fərdi insanların da rolu böyükdür. Əziz müəllim, artıq Milli Dilli platformunda dərsə hazırsınız. Beləliklə siz artıq dərs keçə bilərsiniz. Amma siz sadəcə dərs deməyəcəksiniz. Siz bir uşağın gözündə Azərbaycanın özü olacaqsınız. Çünki bizim dilimiz kimliyimizdir. Tariximiz və mədəniyyətimiz isə qürurumuzdur. Köklərimizi bir yerdə qoruyaq. Hazırda dünyanın 13 ölkəsindən 21 müəllimlə çalışırıq ki, bu da Milli Dilli proqramının əsasında uşaqlarımıza həm onlayn, həm offlayn, həm də self-study formatında pilot dərslərin keçməsinə imkan verir. Gələcəkdə belə müəllimlərin sayını və məktəb şəbəkəsini artırmaq, onlarla peşələrinə dair müxtəlif fəaliyyətlər həyata keçirmək nəzərdə tutulur. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş deməli konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan məktəblərinin müəllimləri ilə bir araya gəlmək, onları Milli Dilli platforması ilə yaxından tanış etmək, layihənin imkanlarını təqdim etmək və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək imkanımız oldu. Müəllimlərin layihəyə cəlb olunması, onları metodik və texniki baxımdan dəstəklənməsi, eləcə də vahid proqram əsasında koordinasiyalı fəaliyyət göstərilməsi istiqamətində ilkin planlar müəyyənləşdirildi və bu olduqca çox sevinç doğuran və çox qürur verici bir haldır şəxsən mənim üçün. İnanıram ki, bu əməkdaşlıq xaricdə Azərbaycan dilinin tədrisinin daha da sistemli və keyfiyyətli şəkildə təşkilində müəllimlər arasında peşəkar şəbəkənin formalaşmasına və Milli Dilli layihəsinin coğrafiyasının daha da genişlənməsinə deməli töhfəsini verəcəkdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Ana Dili Günü münasibəti ilə təşkil etdiyi virtual konfransa görə öz dərin təşəkkürümü bildirirəm. Bu cür tədbirlər xaricdə yaşayan soydaşlarımız üçün ana dilimizin qorunması, inkişafı və ən əsası gələcək nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda xaricdə yaşayan azərbaycanlılara göstərilən daimi və davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm.